Salam hörmətli YouTube və TikTok izləyiciləri, axşamınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Poş qəsəbəsində, yəni Paşdavoyda ümumi sahəsi 4,2. Ancaq bax bu qarşıda gördüyünüz deməli daşınmaz əmlakda, yəni otaqlarda 85 kvadrat metr göstərilib. Burada isə 1,7 kvadrat 1,7 sot göstərilib. Yəni sənəddə bu cürdür. Ancaq ümumi sahəsini ölçdüm. 4,2 sotdur. Hal-hazırda gördüyünüz deməli bax bu böyük pomişeniya, böyük otaq, yəni həmin 85 kvadratı mənə elə gəlir ki, aid deyil. Buranın ölçüsü 6-nın 12-dir. Bu cürdür. Uqlavoy yerdir. Çox yaxınlıqda təxminən 200-250 metrlik məsafədə 37 nömrəli orta məktəb. Həmin məktəbin arxasında uşaq bağçası 100-130 metr məsafədən isə 7 və 9 A nömrəli marşrutlar işləyir. Hal-hazırda mən sizə bu həyət evinin deməli ümumi görünüşünü göstərirəm. Baxın necə görürsünüz, bu cürdə var. Sol tərəfdə köhnə tikintilərdir, yəni əldamlarıdır, bir neçə ədəd. Bura isə bağçasıdır. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. İndi isə mən yenidən sizə bax qarşıda darvazanı görürsünüz. Bu deməli qarşıda basenin görürsünüz. Mənə elə gəlir ki 1, 2, 3, hardasa 9 tondur. Burada da yenidən mini otaqlardır, yəni kiçik otaqlardır. Bax bu cürdür. İndi isə yenidən qapıdan giriş hissəsini göstərirəm. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Bura isə otaqlardan biridir. 6-nın 4-dədir. Polu möhkəmdir. Qarşıda ikinci otağı görürsünüz. Bax bu ikinci otağın ölçüsü 6-nın 5-ədir. Yəni böyükdür. Necə görürsünüz bu cürdə var. Dediyim kimi Paşdavoyda yerləşir. 37 nömrəli orta məktəbə yaxın bir ərazidir. Uqlavoy yerdir. Qiymətim 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə bax bu cürdür. Təmirini görürsünüz. Bax necə görürsünüz bu cürdür. Mənə elə gəlir ki, bax bu iki otaq həqiqətən çoxdan sözün belə dedim. Yəni hardasa neçə illərin təmiridir. Bax yenidən mən sizə bax bu otağı göstərirəm. Bu otaqların ikisindən söhbət gedir. Ancaq o birisi otaqlar mənə elə gəlir ki, müasir dövrdə təmir olunub, yaxud da tikilib. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır. Qiymətində mənə deyilənə görə mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.